Hər birinizə salamlar, əziz bizim bugünkü ödənişsiz vebinarın iştirakçıları. Qeyd etdiyim kimi bugünkü vebinarın rekordu olacaq, olmayacaq öncədən deyə bilmirəm, amma sizə maraqlı xəbərlərim var. Proqramımız başlayana qədər ilk öncə sizinlə tanış etmək istəyirəm ki, bugün biz nə edəcəyik ümumiyyətlə. Və bura nələr daxildir ümumiyyətlə, pul terapiyası nədir, burada ödənişsiz olaraq siz nələr əldə edə biləcəksiniz və s. və s. Və baxın, bizim bugünkü webinarımızdan əlavə ki, təqribən saat yarım 2 saat webinarımız olacaq, nə qədərini çatdırsaq. Bu ödənişsiz webinarımızdan əlavə bizim bir də 11 səhifəli kitabçamız olacaq PDF formatında. Bu kitabçanı komanda hazırlayıb sizə göndərəcəyik. Və kitabçada siz kitab kimi mənim dilimdən eşidə biləcəksiniz, oxuya biləcəksiniz ki, daha çox pulla bağlı nələri analiz edə bilərsiniz öz şüuraltınızda. Niyə bəs pul terapiyası? Niyə bu qədər önəmlidir və bugünkü mövzumuza daha nələr daxildir? Mən sizlərə İlk öncə onların özətini keçmək istəyirəm. Daha sonra isə biz sürətlə başlayacağıq, çünki işimiz çoxdur. Bizim Zoom-da demək olar ki, yerlərimiz dolub artıq. Ona görə də Aysel xanımdan xahiş eləyəcəyəm ki, Telegramda ya da hər yerdə, Nərmin xanıma da desin, botda və s. hər yerdə biz paylaşaq ki, kimlər istəyir. Instagramda da baxa bilər, çünki artıq Zoom-da bizdə yerlər dolubdur. Heç kəs çıxmasın, çünki çıxdığınız anda yerinizə başqa adam gələcəkdir Zoom-da və sizin yeriniz tutulacaqdır artıq. Yəni internetiniz atsa belə yeriniz tutulur. Bunların hamısını səliqəli şəkildə Asiya xanım sizdən xahiş edirəm. Yazasınız. Bir dənə baxım kanalda adminlik varmı? Buradan adminlik də eləyək sizin üçün. Çünki mən istəyirəm bugün hər şey çox rahat, qəşəng keçsin hamı üçün. Mən Asiya xanıma hətta öz adminliyimi də verim ki, ona daha rahat olsun burada prosesləri idarə etmək. Adminliyi də verdim. Aha, və gəlin başlayaq. Baxın, bugün maddi durumu 10x yaxşılaşdıracaq şüuraltı düsturlardan danışacaq. Niyə şüuraltı? Çünki nə qədər pul qazandığımız, nə qədər borc yaratdığımız, nə qədər ailəmizə pul gəldiyi, yanımızdakı insanların nə qədər zəngin varlı olduğu, hansı işdə işlədiyimiz və s. bunların hamısını idarə edən şey şüuraltımızdır. Okay? Bu arada Asiya xanım mətni yazdıqdan sonra mənə atın, mən kanala göndərərəm. Əgər siz göndərə bilmirsinizsə, mən hamısına göndərərəm. Bizim Nərmin xanım da mətni bota göndərsin ki, yerlərimiz artıq doldu. Yəni bütün yerlər doludur. Zoom-da kim istəyir Instagramda canlı yayımdan qatılsın deyə məlumat göndərilsin hamıya. Tez olmaq lazımdır. Ümumiyyətlə 7 dəqiqə, təqribən 5 dəqiqə ərzində yerlər doldu webinar başlayan kimi. Ona görə də webinarlar olanda tez bazar yerinizi tutmaq lazımdır. Siz əgər ilk 5 dəqiqədə yerinizi tutmadısa, webinarda o yeri başqası tutur. İndi kimsə çıxsa o yeri başqa adam tutacaqdır. Bütün bunlar qəşəng qeyd olunsun. Deyilsin ki, kim çatmadı, Instagrama gələ bilər. Instagramda canlı yayımdan izləyə bilər. Amma Instagramda sizlərin minusu odur ki, sizlər prezentasiyanı görməyəcəksiniz. Görsəl yoxdur sizdə. Ona görə də Zoom-dan çıxmayın. Bugün maddi durumu 10x yaxşılaşdıracaq enerji qaydalarından və şüuraltı proqramlamalardan danışacaq. Uzun müddətdir, təqribən 2 ildir biz bu barədə ödənişsiz webinar etməmişdik. Bu çox önəmlidir. Çünki mən özüm maddi durumu yaxşılaşdırmaq üçün zamanında ilk öncə başladığım yer heç də biznes dərsləri olmamışdı. Heç də dayday olmamışdı. Heç də harasa investisiya qoymaq ya da hansı bir investisiya ilə başlamaq olmamışdı. Hətta heç Instagramda hansısa taktikalar istifadə eləmək belə olmamışdı. Mən öz maddi durumumu ilk dəfə yaxşılaşdırmaq üçün mən şüuraltımla başlamışdım. Çünki əgər şüuraltımızda hər hansısa bir emosiyalar, duyğular bizə mane olursa, biz heç zaman nə qədər taktikalar, texnikalar istifadə etsək də, nə qədər yaxşı bir yerdə işə düzəlsək də istədiyimiz kimi
alınmır heç nə və bəzi insanlar da hətta yaxşı maaş alırlar, yaxşı gəlir alırlar, amma o pulun bərəkəti belə olmur. Bu çox zaman kişilərdə olur. Bu haqqda da biz danışacağıq. Mən istəyirəm chatda kişi izləyicilərim bugün, bu arada Instagramda chat da yoxdur, görsəl də yoxdur. Ona görə də kim ilk oldu Zoomda qatıldı, sizi təbrik eləyirəm. Mən istəyirəm chatda Zoomda kişi izləyicilərimiz bugün smayliklər qoysunlar, rəqəmlər qoysunlar, sizi mən görüm ki, bəylərin sayına qədərdir, xanımların sayına qədərdir. Bu niyə görə vacibdir? Çünki mən ayrı-ayrılıqda yəqin ki, dəyəcəyəm kişi-qadın pul qazanmaq mövzularına da. Və ona görə mənim üçün vacibdir indi görmək chatda bəylərimizi ki, burada bəylərimizin sayı çoxdurmu, azdırmı, yoxsa auditoriyamız xanımlardırmı yalnız və yalnız? Okey, əla, bəylərimizin sayı var. Sizləri mən görürüm. Əgər bəylərimizin sayı kifayət qədərdirsə, mən sırf bəylərə yönələcək, bəylərə ayrı, xanımlara ayrı yönələcək kontent sizə təqdim eləmək istəyərəm bugün. Okey. Maddi durumumuzu 10x necə yaxşılaşdıra bilərik şüraltı vasitəsilə? Pul qanunları, pul haqqında heç yerdə heç kəsin demədiyi şeylər nələrdir? Çünki siz də artıq bilirsiniz ki, günümüzdə red pill kontent çoxdur. Red pill kontent nədir? Yəni bir dənə tabletka təyin eləyir sənə. Deyir ki, ala, bunu elə düzələcək hər şey, amma heç nə düzəlmir. Yəni Instagramda sizə çox şey deyilə bilər. Red pill kontent nədir? Instagramda Reels cəmi 2 dəqiqə 50 saniyəlik biz maksimum Reels paylaşa bilirik və insanlar 2 dəqiqə 50 saniyə içərisində ağlına gələn hər şey deyir ki, çox baxış toplasın. Və bu YouTube-un özündə belə, Instagram-ın özündə belə red pill kontentlər çoxdur. Yəni məsələn insan deyir ki, get bu videonu bu cürə çək, çox baxış yığacaq. Get bunu bu cürə elə müdirivə de, daha çox maaş alacaqsan. Get insanları bu cürə manipulə elə, bu qədər pul alacaqsan. Amma bu red pill kontentlər insanı məhvə aparan bir şeydir. Bunun heç bir əlaqəsi yoxdur pul qaydaları ilə, pul qanunları ilə, real həyatla. Əgər elə olsaydı, Red Pill kontenti dinləyən hər kəs varlanardı. Mən həmişə deyirəm, Varlar Təkəssübata kitabını belə milyonlarla insanlar oxuyubdu. Rəflərdə həmişə nömrə 1-də illər keçsə də, amma onu oxuyan insanlar çoxsu işsiz, gücsüz, pulsuz, böyük əksəriyyəti 99% o kitabları oxuyanların işsiz, gücsüz, pulsuz, boş vaxtı çoxdur deyə o kitabları oxuyan insanlardır və oradan heç nə götürməyiblər, heç bir nəticəyə gələ bilməyiblər. Amma bu insanların böyük bir ensiklopedik beyinləri var, hansılar ki, çox-çoxlu kitab oxudum deyə bilirlər. Bu isə heç bir şey yaramır real həyatda. Üçüncü nədən danışacağıq? Biz zənginlik və dəyər qavramından danışacağıq. Hansılar ki, üçüncü həya səviyyəsinə uyğun gəlir və biz bu haqda heç zaman heç yerdə danışmamışıq, heç yerdə də eşitməmisiniz. İlk dəfə burada eşidib özünüzü üçüncü həya səviyyəsindən analiz eləyə biləcəksiniz. Xidmət, ego və rezonans haqqında danışacaq. Bu çox önəmlidir. Bu haqda da heç kəs danışmır sizə. Şeiraltı proqramlama niyə məhz xidmət, ego, rezonans yönümlü olmalıdır? Digər tərəfdən isə hamının çox sevdiyi bir mövzu, mənim özüm belə çox sevdiyim mövzu, qaçaqaç və pul ətrafında olan təşviş haqqında danışacağıq. Mən istəyirəm, Instagramda artıq 150 nəfər, Zoomda isə 300 nəfər baxır, 450 nəfər canlı bizi izləyir. Mən çox sevinirəm, hər birinizə təşəkkür edirəm ki, zaman ayırmısınız. Instagramda istəyirəm layıqlarla göstərəsiniz ki, nə qədər sizə maraqlıdır, nə qədər həvəslisiniz. Zoomda isə smayliklər qoyun chatda bizim bugünkü canlı yayımızın interaktiv olması çox-çox önəmlidir ki, heç kəs yatmasın, heç kəsin fokusu yayınmasın. Chatda hər kəsdən bol-bol smayliklər, emojilər gözləyirəm mən. Kimlər ki, çox həyəcanlıdır, bugün özü haqqında, öz şuuraltı pul proqramlamaları haqqında eşitmək. Bugünkü mən hətta webinarın adını Old Money qoymaq istəyirdim. Niyəsə sonra vazgeçdim. Asiyə xanım, recording gedirmi? Hər şey yaxşıdırmı? Tez-tez yoxlayın. Və mən Asiyə xanımdan mətn gözləyirəm. Əla, paylaşılıb artıq. Paylaşılıb artıq. Mənə ehtiyac olmadan paylaşımlar gedib. Əla. Buna biz komanda işi deyirik. Gəlin başlayaq. İlk öncə mənimlə tanış olaq. Çünki burada təqribən izləyicilərin, auditoriyanın yarısı məni heç zaman görməyiblər. Webinarlarda məni dinləməyiblər. İstəyərlər ki, güvənmək üçün daha yaxından tanısınlar və bu çox normaldır, çox gözəl bir şeydir. Birini yaxından tanımaq, birinə güvənmək üçün onun haqqında daha çox bilgiyə sahib olmaq. Ən birincisi,
Mən bu işə başlamazdan öncə sadə bir evdar xanım idim. 23 yaşım, 23 də deməyim də 24 yaşım var idi. İlk dəfə başlayanda indi tam olaraq bir həftə öncə 30 yaşım tamam oldu mənim və hələ də buradayam. 5 ildən çoxdur. Əm, 5 ildən çoxdur bu işin içərisindəyəm sizinlə bərabər. Və mən kiməm bəs? 5 il öncə mən necə bu işə başladım? 5 il öncə nə auditoriyam yox idi, nə bloger tanışım yox idi, nə səhifəmi paylaşacaq biri yox idi, nə mənə investisiya eləyə biləcək biri yox idi. Hətta səhifəmdən ilk qazandığım pulları götürə bilmək üçün bank kartım belə yox idi. Düşünün. Və bütün bu qəribə faktlar onu göstərir ki, bir insan istəsə hər şey bacarar, əlində heç bir resurslar olmasa belə. Mənim təlimlər çəkəcək indiki avadanlıqlarım belə yox idi. İndi böyük avadanlıq var qarşımda, bir neçə dənə ki, bu təlimi ödənişsiz formatda belə olsa gözəl rekord eləyək. Böyük bir komanda var burada. IT komandası buradadır, satış buradadır, asistanlar buradadır. Hər kəs moderatorlar buradadır. Hər kəs kömək etməyə çalışır, dəstək olmağa çalışır ki, bu webinar ən gözəl şəkildə getsin. Dizaynerimiz buradadır. Hamı buradadır sizlər üçün. Amma əvvəllər belə deyildi. 5-6 il öncə başlayanda heç kim yox idi. Mənim öz gəlirim yox idi, kartım yox idi. Nə edəcəyimi belə bilmirdim. Amma 5 il sonrasında indi mən artıq deyə bilirəm ki, artıq 10 minlərlə insan mənim kiçik ödənişli proqramlarımı keçib, 100 minlərlə insan mənim ödənişsiz proqramlarımı keçib, ölkədə ilk terapevtik şou olan Money Show layihəsini qurmuşam ilk dəfə. Digər tərəfdən Psychic Human Matrix adlı özünü proqramlama metodologiyasının yaradıcısıyam. Hansı metodologiya sayəsində ki, biz şüuraltı proqramlama eləyə bilirik istədiyimiz məqsədimizə, məsələmizə doğru. Digər tərəfdən Asiya Rövşən Akademinin rektoruyam və qurucusuyam və direktoruyam və Master Coach çoxlarının sevdiyi Master Coachlar hazırlayan beynəlxalq ikili sertifikatlı proqramın da yaradıcısıyam. Hansı proqramın ki, hətta mənim ümumi şirkətimin ISO tərəfindən keyfiyyət standartlarına uyğunluğu ilə bağlı sertifikatımız var. Digər tərəfdən Kartsert və Avropa Coachlar Federasiyası bizim proqramımızı təsdiqləyir. Yəni siz tam güvənilir bir yerdə olduğunuzdan əmin ola bilərsiniz. Çox zaman isə insanlar soruşur ki, bəs sənin təhsilin nədir? Çünki mən də sizinlə razılaşıram və buna heç qarşı da deyiləm ki, kiminsə ümumiyyətlə təhsili yoxdursa belə coach ola bilir. Bu da çox normaldır, qarşı deyiləm, amma sadəcə bilməyinizi istəyirəm ki, mənim 4 dövlət təhsilim var. 2 psixoloq kimi, ikisi isə business mentor kimi. Onlardan biri də MBA təhsilidir və bunlar hamısı dövlət təsdiqli diplomlardır. Mən isə heç zaman psixoloq kimi çalışmamışam. Mənim daha çox sevdiyim yol, üsul coachingdir. Ona görə də coaching akademiyası açmışam. Çünki coaching vasitəsilə həm şüuraltı proqramlara çox rahat nöqtə atışı enə bilirik öz metodologiyamla, həmçinin də çox qısa lakonik şəkildə nəticəyə ala bilirik. Digər tərəfdən isə coaching üsulu ilə üzərində işləyən kütlə tamamilə fərqlidir mənə görə. Psixologiya ilə üzərində işləyənlər tamamilə fərqlidir. Biri birinə yad, biri birinə əks ya da biri birinə maneə deyil. Əksinə isə coachinglə üzərində işləyənlər daha hazır insanlardır, daha məqsədli insanlardır, daha yüksək enerjili insanlardır və əlbəttə ki, daha ambisiyalı insanlardır mənə görə və bu coachingi psixologiyadan bir damcı fərqləndirir. Və əsas məsələ isə ondan ibarətdir ki, soruşa bilərsiniz ki, bəs sən necə bura gəldin? Amma ilkin olaraq mən missiyamı sizlərə xatırlatmaq istəyirəm ki, hansı missiyanın ardınca biz gedirik, sizə daha da əmin olsun. Çünki insan bilməyəndə ki, tamam, bu webinara qatıldıq, bizim missiyamız nədir, biz nə istəyirik ümumiyyətlə, kimin arxasınca gedirik, kimi izləməyə almışıq Instagramda. Bu da yolu çətinləşdirir. Çünki Instagramın özündə belə çox insanları görürük ki, bir il əvvəl başqa şey deyirdi, 3 il əvvəl başqa şey deyirdi, birdən həyatında emosional bir şey başlayır, sonra başqa cür emosionallaşmağa başlayır, başqa nağıllar oxumağa başlayır. Mənim ümumiyyətlə izləyicilərimin bu qədər sadiq olmasının səbəbi odur ki, mən həmişə nə demişəm, onu da deyirəm. Həmişə nə danışmışam, onu da tuturam. Heç bir texnikamı heç vaxt silmirəm. Heç bir webinarımı, nə bilim, silmirəm. Videolarımı silmirəm. Kontentlərimi silmirəm. Nə danışmışamsa, odur, nə danışmışamsa gözünüzün önündədir. Əvvəlki forma, indiki forma, hər şey çox eynidir. Fikirlər, emosiyalar və sizə çatdırmaq istədiyim şeylər günü-gündən dəyişmir. Yəni elə bir şey yoxdur ki, mənim ki, bu gün mən belə düşünürdüm, sabah belə düşünürəm, yox.
Mənim metodologiyam onu fərqləndirir ki, digər metodlardan. Məndə hər hansısa bir məsləhət olmur. Məndə insanın şüuraltına endirən hekayə terapiyaları və yaxud da xüsusi suallar olur. Və yaxud da şüuraltı proqramlama texnikaları olur. Hardakı bütün cavablar sizdən gəlir onsuz da. Ona görə də mənim ümumiyyətlə çox sevdiyim üsul odur ki, bir insanı özünə döndərmək. Yəni mən burada çox şey deyə bilərəm. Deyə bilərəm ki, hamınız bu rəngdə bir köynək geyinin, amma hamıya bu rəng yaraşmayacaq axı. Hamının məqsədi bu rəngdə köynək geyinmək də deyil axı. Düzdürmü? Ona görə də bütün cavablar özümüzdədir. Əsas məsələ resursumuzu bərpa etməkdir ki, biz o cavabları tapaq. Və əlbəttə mənim missiyam da elə budur. Daha çox insan xoşbəxt olsun, azad olsun, özünü güvəndə hiss eləsin, varlansın, zənginləşsin və çox şükür ki, minlərlə insanı bu missiya vasitəsilə mən öz məqsədlərinə çatdıra bilmişəm. Öz gücünüzə qayıda biləcəyiniz bir yerdəsiniz. Əgər tərəddüdlərə imkan verməsəniz ki, sizi bürüsün, belə deyərlər. Çünki tərəddüd hər şeyə mane olur. Siz tərəddüd eləyəcəksinizsə, güvənməyəcəksinizsə, bu yolda ardıcıl getməyəcəksinizsə, özünüz üçün addımlar atmayacaqsınızsa və davam eləməyəcəksinizsə, sizin 18 il ərzində uşaqlıqdan bəri istər pulla, istər başqa bir həyatın sferaları ilə bağlı ki, ekranda 8 sfera görürsünüz həyatın. Instagramdakılar gecikdiyi üçün görmürlər bu arada. Amma həyatın 8 sferası var və bu həyatın 8 sferası ilə bağlı siz 18 il böyüdüyünüz evdə müəyyən proqramlamalara, emosiyalara məruz qalmısınız. Yəni 18 il ərzində sizə müəyyən bir proqramlama oturub. 18 il ərzində yığılan şeyi heç zaman düşünməyin və məqsədləməyin ki, bir anlıq həll eləyə bilərik. Mən özüm 6 ildən çoxdur coachla çalışıram. Öz metodlarım olsun, istər çöldən digər coachlar olsun, onlarla işləyirəm, çalışıram. Bunu davamlı eləyirəm, hər həftə eləyirəm. Və inkişafa təkan verən, inkişafa gətirən tək şey odur ki, siz buraxmayasınız. Necə ki, ümumiyyətlə, sağlamlıq necədir? Məndən həmişə soruşursunuz, necə məsələn həmişə eyni kiloda qala bilirsən? Bunun da səbəbi var. Bunun da səbəbi odur ki, 10 ilə yaxındır ki, mən eyni dietanı müntəzəm şəkildə arxasınca gedirəm. Yəni bu dieta belə deyil, sağlıqlı yaşam tərzidir. Bu məndə 10 il deməyim, hətta 12 ildir gələn bir şeydir. Mən bunu bir həftə buraxsam, bir həftə abur-cubur yesəm məsələn, yox belə olmayacaq. Əlbəttə selülitlər yaranacaq, əlbəttə formadan düşəcəyəm, əlbəttə o qədər də istədiyimiz görünüş olmayacaqdır. Düzdürmü? Eyni şey özünün inkişafla bağlı da belədir. Əgər bir həftə siz toksik insanların içinə düşdünüzsə, artıq zəhərləndiniz deməkdir, düzdür? Amma siz davamlı üzərinizdə hər həftə işləyirsinizsə və özünü inkişafa yatırımlar eləyirsinizsə, zamanla, pulla, digər resurslarla, düzdür, siz artıq istədiyiniz yerə, istədiyiniz nəticəyə çata bilirsiniz. Ekranda mənim çox sevdiyim komandamızla birlikdə 3 il əvvəl hazırladığımız və çox da yayğın olan, demək olar ki, bütün coaching sessiyaları hər hansı bir coacha ödəniş edib ilk sessiyaya getsəniz, belə bir cədvəllə qarşılaşacaqsınız. Biraz qarışıq formada, amma biz bunu daha qəşəng hazırlamışıq sizlər üçün. Mən buna zənginlik çarxı deyirəm. Zənginlik çarxını məni çoxdan izləyənlər çox görüblər. Instagramdakılar üçün yenidən təkrarlayacağam. Artıq 500-dən çox insan bizə baxır canlı-canlı. 300 nəfər yer Zoom-da dolub, 200 nəfər Instagramdadır. Instagramda yer limiti nə qədərdir bilmirəm düzü. İndiyə qədər maksimum 400 nəfər izləyibdi canlı yayımı. Ona görə də Instagramda da yerinizi verməyin heç kəsə. Buradasınızsa burada olun, çıxmayın. Çünki ola bilər ki, Instagram da sizi atsın çox adam olduğu üçün. Okay? Eyni şeydə Zoom-da çıxmayın. Bəzilərimiz çıxır gelir, sizin yerinizi başqa adam tutur elə olanda. Ona görə diqqətli olun. Həyatın 8 sferası var. Sürətlə Instagramdakılar üçün deyirəm, Zoom-dakılar isə ekranda görürlər. Sağlamlıq sferası, münasibətlər sferası, mühit, yəni qohumlar, kolleqalar və s. Vəzifə, 4-cü sfera, vəzifə və status. 5-ci sfera bolluq və pul, 6-cı sfera özünü təkmilləşdirmə, 7-ci sfera həyatın rəngarəngliyi, istirahət və 8-ci sfera mənəviyyat və inanclarımız. Və bu sferadan hansı ən çox əziyyət çəkir deyə çox sürətlə 1 dəqiqə ərzində yoxlamağınızı istəyirəm ki, çoxlarınızda düşünürəm ki, bu pul mövzusudur. Pul, vəzifə mövzusu. Çox zaman bolluq yaratmaq həyatımızda, o dediyiniz pul, sərvət, həyat şəraiti, var dövlət.
Bunları yaratmaq üçün resurs xərcləmək lazımdır ki, həyatın digər sferalarına da resursumuz çatsın. Çünki mənim indi asistanlarım varsa, evdə köməkçilərim varsa, komandam varsa, yaxşı maddi durumum, maşınım, nə bilim evim, o, bu, hər şey varsa, əlbəttə ki, ona görə mən indi 30 yaşımda bunları qura bilmişəm deyə mən daha çox həm sağlamlığıma, həm münasibət mövzusuna, həm həyatımın rəngarəngliyinə, həm mənəvi inanclarımı daha dərinləşdirməyə, yaradanla kontaktıma daha çox resurs ayıra bilirəm. Amma mən davamlı beynimdə qaça-qaç və təşvişdə ilişmişəmsə pulla bağlı, mən o zaman resursumu, fokuslarımı istənilən kimi həyatımın digər sferalarına yönəldə bilmirəm. Ona görə də bu gün biz ilk dəfə elə bu nöqtədə pul haqqında danışmağa başlayaq istəyirəm. İlk öncə isə belə rekap keçək, çünki mənim özüm bəzən pul haqqında danışır da əvvəllər insanlar, kimlər ki heç zaman pulsuzluq görməyiblər, onlara çox əsəbləşirdim. Qısa 2 dəqiqəlik mən özüm haqqında, keçmiş haqqında bir neçə bir şey deyəcəyim sizə. 2018-2019-cu illər hansı ki o qədər də keçmişdə qalmayıbdı. Çox yaxın zaman öncə idi. Mən panik atak, təşviş və maddi çöküş yaşayırdım. Bu hansı zamanlar idi ki, ekranda şəkli də görürsünüz. Mən saçlarımı belə-belə kəsmişdim, tam buradan. Və o qədər yaxşı görsənmirdim. Tez-tez ağlayırdım, tez-tez panik ataklar keçirirdim. Başqa insanların yaxşı həyat yaşadığına belə dözümüm yox idi. Tolerans göstərə bilmirdim, əsəbləşirdim insanlara. Və o zamanlar olan Asiyanın, məsələn, problemi, deyək də, həyatdakı məsələsi, bütün günü beyni qurcalıb onu yatmağa qoymayan şeylər pul mövzusu idi ki, bu da 20-30 manat idi. Çünki mən istəyirdim trend yoldan özümə nələrsə ala bilim. Trend yoldaydım davamlı, yəni o əpi yükləmişdim telefonuma, trend yolda 5 manat, 10 manat mən nələrsə ala bilərəm, özümə ala bilmərəm və s. deyə. Bunun təşvişi idi. İkinci təşvişim isə qohumlarım var idi mənim, hamıda olduğu kimi. Yəqin ki, hamınızın qohumları var. Mamalarımız bəzilərinə qırılmışlar deyirlər və mən də bəzən düşünürdüm ki, doğrudan da mamam səhv demirmiş. Bəzi insanlara qarşı çoxlu qıcıq yaşayırdım içimdə. Və səhər axşam düşünürdüm ki, ayda filan kəsin ağzını niyə bağlamadın? Mən niyə filan sözü vaxtında demədim? Bütün gecə beynimdə yəni bu şeylər fırlanırdı və məndə miqren də yaranmışdı artıq. Mən başımı bandla bağlamasam yata bilmirdim. Yəni düşünün, bandım var idi mənim. Sıx bağlamasam, soyuq isti kompreslərim var idi. Onları eləməsəm dözülməz idi, yata bilmirdim bu düşüncələrdən. Əlbəttə indi gördüyünüz şəkil Instagramda artıq bu 7 il sonrakı bir şəkildir. Bu şəkildə mən deyə bilmərəm ki, hər şey birdən-birə dəyişdi. Tam olaraq 3 il öncə mən tam deyə bildim ki, maddi məsələlərimi mən həll elədim, həyatımı bir nöqtəyə gətirdim. Artıq insanlara da faydalı olmağa başladım. Artıq böyük bir kütlə insanlara faydalı olmaq, həm də özümə faydalı olmağa başladım. Və bu yaranan şəkil ki, görürsünüz Instagramda, nə bilim, bəziləriniz mənim obrazımı bəyənib izləmisiniz, bəziləriniz stilimi, bəziləriniz danışığımı, bəziləriniz savadımı, bəziləriniz bəlkə də var dövləti, xoşunuz gəlib maşınımdan ya da nə bilim, hər hansısa bir paylaşdığım səyahətlərdən və s. Bunun nəyəsə görə, bəziləriniz estetika aşiqidir, bunu görürsünüz, bəziləriniz gözəllik aşiqidir, bunu görmüş ola bilərsiniz, bəziləriniz intellekt aşiqidir, onu görə bilərsiniz, yenə də hər kəs də fərqlidir. Nəyəsə görə məni izlədiniz, amma o sizin gördüyünüz şeylər birdən-birə olmayıbdı. İlk başlanılan nöqtə isə bu həyat şəklini yaratmağa, harda ki, indinin özündə məsələn mən artıq bir çox şeyləri həyatda gördüm deyə son 3 ildə yaxdadır, fərqli ölkələrdir, nəm səyahətlərdən ən çox mənimki yaxda idi ümumiyyətlə. Mən sevirəm dəniz, yaxda və s. Bu məni çox sevirəm. Dəniz məni sakitləşdirib həmişə. Ona görə də yaxda ən böyük arzum idi. Onu bir neçə dəfə gördükdən sonra fərqli ölkələrdə, digər tərəfdən artıq bu experience-i də təcrübəni götürdükdən sonra digər tərəfdən böyük güllər, bütün qızların arzusudur bunları gördükdən sonra. Xüsusilə də Çin kimi bir yerə, uzaqlara getmək və s. Bunların hamısını gördükdən sonra ki, mənim arzularım idi. Mən hətta başa düşdüm ki, okey, bu həyatda əslində hər şey asan imiş və əslində hər şey bundan ibarət belə deyilmiş. İnsan artıq maddi olaraq doyuma çatandan sonra ki, səhnə, böyük insanlar sizi izləyir, alqışlayır, şirkətlərin var sənin, mikrofonla çıxış eləyirsən. Bu yaradılan bu şəkil ki var səhifədə gördüyünüz, bu mənim arzum idi 3 ilə qədər.
Amma artıq təqribən 2 il öncə mən başa düşdüm ki, okey, insan bunları da öz həyatında yaratdısa, artıq anlaya bilirsən ki, hər şey nə qədər asan imiş. Çətinləşdirən şey sənin şüuraltı proqramların imiş. Və bu nöqtədə biz başlayırıq daha dərinə inməyi sizinlə bərabər. Maddi durumunuzu 10x yaxşılaşdırmaq istəyirsinizsə və siz də istəyirsinizsə ki, tam fərqli bir reallıqdan, tam fərqli bir reallığa keçid eləyəsiniz. Ən birinci anlamağınız gərəkən şey odur ki, pul nədir? Çox basic, çox sadə bir sual olsa da pul nədir? Hər kəs fərqli tərif verə bilər pula. Və ola bilər ki, siz biznes oxumusunuz. Bir çox gənclər məni izləyir. Mənim kimi ilk təhsilini biznes üzrə almış olanlar var. Sosiologiya, biznes və s. Və sırf biznes idarəçiliyi, iqtisadiyyat, sosiologiya, yaxın sahələrlə, mənimlə yaxın sahələrdə oxuyursunuzsa, siz pul haqqında öyrənmisiniz ki, pul nədirsə tükənən bir sərvətdir, inflyasiya var, nə bilim, tam fərqli bir yöndən baxmısınız pula, düzdür? Digər tərəfdən ola bilər ki, ailədən sizə pulla bağlı öyrədiblər. Pul əl çirkidir deyilə bilər, pul pis adamlarda olur deyilə bilər, pul insanın mundar eləyir deyilə bilər, nə bilim, pul kiminsə əlinə keçdi qudurur deyilə bilər, pul bərabərdir qudurmaq deyilə bilər. Ya da pul həmişə az da deyilmiş ola bilər. Ailədən də fərqli bir şeylər öyrənirsiniz. Böyüdükdən sonra isə ola bilər ki, mənim kimi ilk dəfə pul əlinə gələndə pulu iyləməyi xoşlamısınız. Pulu bir qoxu olaraq görmüsünüz, pulu bir əşya olaraq görmüsünüz, yoxsa borc olaraq görmüsünüz ancaq. Bu da artıq 18 yaşdan sonra sizin yaratdığınız konseptdir. Əslində isə pulla bağlı bütün bu şeylər, hansı ki pul deyəndə hamı çox həyəcanlanır. Siz də mənimlə razılaşarsınız, düzdür? Məsələn, mənim çox sevdiyim Mr. Senke, Sergey Kosyenkanın səhifəsinin birdən-birə 50 milyona çatmasının səbəbi nə oldu? Dünyada ən məşhur əşya olan dollardan istifadə eləyir deyə. Çünki dollar hamını həyəcanlandıran, hamını ehtiraslandıran, dünyadakı ən məşhur cansız əşyadır. Onu görən hər kəs həqiqətən də həyəcanlanır. Həqiqətən onun statusu çox yüksək olan bir əşyadır. Baxmayaraq ki, balaca bir kağızdır, amma onu görəndə hamı tanıyır, hamı həyəcanlanır, hamı da istəyir. Və bu qədər populyar bir əşyanı istifadə edəndə kontentdə, buna görə də əlbəttə ki, bu tipli səhifələr çox tez-tez böyüdü. Və bu tipli kontentlərə o saat bizim baxıb hipnoz olmağımızın da səbəbi odur ki, pul doğrudan da hamının çoxlu emosiyalar yüklədiyi bir yerdir. Puldan sonra nə gəlir sırada bilirsiniz? Cinsel orqanlarımız gəlir. Onu da görəndə hamı hipnoz olur, belə baxır. Amma birinci yerdə puldur doğrudan da. Çünki bunun ətrafında çoxlu emosiyalar var. Məsələn üçün, necə ki bir ginekoloq çoxlu cinsel orqan görüb, nə qədər qəribə bir şey olsa da, ona artıq bunu görəndə o həyəcanlanmır, qəribə gəlmir ona və s. Eyni şey də artıq old money, məsələn, insanlar ya da çox pul görmüş, doymuş nəsildən nəslə insanlardır ki, dünyada bu da çox az faizdir. Onlar pulu görəndə belə həyəcanlanmırlar, onlara bu wow bir şey kimi gəlmir, amma digər bütün 99% insan üçün bəli, bu iki mövzu, cinsəllik və pul, həqiqətən də ən populyar mövzudur və ən çox hipnoz eləyən bir şeydir. Bunun da səbəbi var. Səbəbi ondan ibarətdir ki, uşaq vaxtı bu iki temaya çox ağrı yüklənib, çox emosiya yüklənib, çox önəmli bir şeymiş kimi ailənin içərisində bunun ətrafında çoxlu qadağalar, emosiyalar, duyğular fırlanıb. Bir çoxunun ailəsi dağılıb pula görə, bir çoxunun ailəsində problemlər yaranıb və s. Əslində isə pul nədir? Əslində isə pul sadəcə mübadiləni asanlaşdıran bir alətdir. Və burada indi o qədər dərin inəcək ki, birazdan sizə çox maraqlı gələcək. Çünki pulu necə əldə edim deyə düşünür çoxlarınız həmişə. Hardan tapım, hardan qırtım, hardan borc götürüm və s. Pula o qədər önəm yüklüyürük ki, düşünün, yəni siz suya önəm yüklürsünüzmü? Su hamıda var, hamının evində ola bilər. Həmişə kiminsə qapısını döyüb su istəyə bilərsiniz və s. Yəni su çox rahat tapılan bir şeydir. Su ətrafında bu qədər emosiyalar olsaydı, ona da çətin çatardınız. Pula bu qədər emosiyaların yüklənilməsi, pulu bu qədər sadə bir mübadilə vasitəsi kimi yox da, çox önəmli, çox həyəcanlandıran bir şey olaraq görmək, yəni pula yüklənmək, bütün potensialı da resursu, potensialı pula yükləmək
kənarda qalan icebergin görsənməyən amma əsas hissəsinə fokuslanmamıza imkan vermir. Pul sadəcə mübadiləni asanlaşdıran alətdir. Əslində isə bizim fokuslanmalı olduğumuz yer nədir? Mübadilənin özüdür. Yəni pul yox, mübadilənin özüdür. Nəyi nə ilə mübadilə eləyirəm? Çünki pul faktoru olmayanda dünyada insanlar bir qoyun verirdi, bir nə bilim təkər alırdı, bir təkər verirdi, süd alırdı, nə bilim süd verirdi, qatıq alırdı və s. Yəni bir mübadilə forması yaratmışdılar. Onlar düşünmürdülər ki, pul qazanım, pula fokuslanım. İnsanlar sadəcə mübadiləyə fokuslanmışdı. Yəni necə idi əvvəllər? Hər kəs nə bacarırdısa onu istehsal eləyirdi, onunla məşğul olurdu. Hər kəsin nə resursu var idisə, onunla məşğul idi sadəcə olaraq. Kimisi otarmaq, nə bilim, kimisi heyvandarlıq, kimisi uşaq dünyaya gətirmək ola bilər, kimisi yemək bişirmək ola bilər, kimisi security, təhlükəsizlik ola bilər və s. Və bu mübadilə haqqında düşündüyümüz zaman, yəni mübadilələr aparmaq haqqında düşündüyümüz zaman artıq başlayır əsl zənginlik. İndi deyə bilərsiniz ki, axı mən çox işləyirəm, axı mən hər şey eləyirəm. Niyə mənə pul gəlmir bəs? Burada əsas ən birinci sual odur ki, pul dalınca qaçmaq, yəni hardan mənə pul gələr deyə düşünmək bizi əsas olandan uzaqlaşdırır. Pulu təbii şəkildə mənə gətirəcək tək şey isə yaradacağım dəyərdir. Yəni pul ədalətli bir mübadilə sistemidir. Nə qədər dəyər verirsən, o qədər də pul alırsan. Hər zaman dünyada bu ədalət balansı qorunur. Ən azından İslam'a inanırsınızsa, məsələn, İslam dininə, Allahın varlığına inanırsınızsa, bu tərəfdən baxa bilərsiniz, bu aspektdən. Digər tərəfdən dünyada hər şeyin necə sinxronik olduğunu başa düşmək üçün fizika qanunlarına, kvant fizikasına baxa bilərsiniz. Yəni dünyada haqsız olan bir şey yoxdur. Sadəcə enerji var, sinxronik sistemlər var və hər şey bir-biri ilə əlaqədardır. Siz düşünməyin ki, indi biz burada oturub webinar keçiririk, 500 nəfər baxırıq, hətta 500 yox, 600-ə yaxın insan burada baxırıq. Bu 600 insanın burada eyni anda bu webinara baxması başqa yerdə, məsələn, Afrikada nəyəsə təsir etmir. Siz elə düşünməyin. Hər şey bir-biri ilə o qədər əlaqədardır ki, yəni ola bilməz ki, dünyanın hansısa bir yerində dünyadan tamamilə və bizlərdən tamamilə əlaqəsiz bir sistem nələrsə var. Dünya daxilində hər şey bir-biri ilə əlaqədardır. Hər şey sinxronikdir və bir atomun belə yerini dəyişdirməsi, belə deyərlər, sinxronik şəkildə baş verir. Yəni bu hər şeyə təsir eləyir. Yumurta kimi düşünün. Yumurta baxarsınız siz YouTube-da Z-Egg yazıb 3 dəqiqəlik bir film var. Orada bu dediklərimi fəlsəfi anlamda daha qəşəng izləyə bilərsiniz. Dəyər yaratmaqdan danışsaq, bəs dəyər yaratmaq. Bir çox insana elə gəlir ki, mən nə qədər çox iş görsəm, nə qədər çox əziyyət çəksəm, bu o qədər çox dəyər yaratdım deməkdir. Əslində isə bu doğru deyil. Zənginlik ümumiyyətlə dəyər yaratmaq bacarığıdırsa, dəyər isə o şeydir ki, daha böyük bir problemi həll eləyir, daha böyük bir ehtiyacı qarşılayır, daha böyük bir arzunu təmin eləyir, rahatlıq yaradır, təhlükəsizlik verir, transformasiya yaradır, vizyonu dəstəkləyir, emosional, fiziki və ya praktik boşluğu doldurur. İndi mən istəyirəm hər kəs düşünsün aylıq ona gələn məbləği. 10 saniyəmizi ayıraq, düşünək. Ay ərzində təxminən ortalama sizə nə qədər pul məbləği gəlir? Chatda da yazın, onu istəyirəm. Bu ola bilər özünüzün biznesdən qazandığınız, ola da bilər məsələn üçün yoldaşınızdan gələn, hamısı birlikdə, yəni bir ay ərzində sizə nə qədər pul gəlir? Mirasdan ola bilər, ev kiraya verə bilərsiniz, yəni nə, hamısı birlikdə toplayanda nə qədər xalis pul gəlir sizə, onun rəqəmini chatda yazın ya da bir dəftərə yazın, fərqi yoxdur. 5000, 6000, 2600 yazırsınız. Heç nə gəlmir yazanlar var. Sizlər ümumiyyətlə diqqətli olun istəyirəm indi. Bu arada 5 yer azad olub Zoom-da. Asiya xanım, yerlər azad olduqca paylaşsanız çox yaxşı olar. Çünki kimsə girir, çıxır, elə bilir ki, yerlər burada boşdur, amma yox.
Yerinizi tuturlar o saat. Kimisi heç nə qazanmır. Okey. 30 manat qazanan var. Mhm. Okey. Hər kəs öz qazandığı məbləği bildi. Düzdür? İndiyə qədər düşünməmişdinizsə ki, məsələn, ola bilər ki, siz evdar xanımsınız, amma sizə yoldaşınızdan aylıq 10 min manat gəlir. Tutaq ki, kart verib sizə aylıq 10 min manat gəlir. Ola bilər belə bir şey, düzdür? Bu da sayılır. Yəni aylıq sizə cash olaraq plusda nə gəlirsə, sırf sizin üçün, yəni sırf sizə gələn, özünüzə, sizin üçün sizə gələn məbləğdən gedir söhbət. O məbləği bir yerə yazın. Okay? Все, əla. Bu məbləğdən sonra istəyirəm onun yanında bir də tire ya da ox qoyub yazın ki, bəs nə qədər qazanmaq istəyərdim. Yəni bunu hara çatdırmaq istəyərdim. Çox sadə bir şey eləyirik. İndi nə qədər gəlir onu yazırıq. Nə qədər istəyərdik ox qoyub yanında yazırıq. Yəni bizim yolculuğumuz nə qədərdir onu görə bilməyimiz üçün. Mhm. Mhm. Yazdıq. Nə qədər istəyirik. Okey. Nə qədər məbləğ istədiyinizi yazdınızsa, iki rəqəmə də baxmağınızı istəyirəm. Birinci rəqəm göstərir ki, indi dünyaya verdiyiniz dəyər nə qədərdir. Birinci yazdığınız rəqəm, yəni indi mövcud halda sizə gələn pulun miqdarı göstərir ki, indi yaratdığınız dəyərin miqdarı nə qədər. Nə qədər üzücü olsa da bunu başa düşmək. İndi yaratdığınız dəyərin miqdarı bu qədərdir. X qədər, indi qazandığınız qədər. Okay? İkinci, yazdığınız rəqəm nə qədər ki qazanmaq istəyirsiniz. O rəqəm çatmalı olduğunuz rəqəm deyil. Böyütməli olduğunuz dəyərdir. Yəni indi verdiyiniz dəyər x qədərdir və 10x daha çox qazanmaq istəyirsinizsə, 10x daha artıq dəyər yaratmağı bacarmalısınız. Baxın, bir çoxları ola bilər ki, məsələn, bəzi işlər var hal-hazırda Azərbaycanda ki, təqribən 5-6 min bu sayılır aylıq təqribən orta gəlir sayıla bilər. Hətta orta aşağı deyə bilərik. 5-6 min qazanır. Və aylıq 5-6 min qazanan insanlar var. Onlar başa düşmürlər ki, hətta bu məbləğdə belə mən nə dəyər qatıram ki, mənə bu qədər məbləğ gəlir. Ona görə də mən indi istəyirəm özünüzə sakitlik verəsiniz. Diqqətlə yazdığınız rəqəmlərə baxasınız kağızda. Və diqqətlə düşünəsiniz. İndi verdiyiniz dəyərin miqdarı niyə belə azdır? Hal-hazırda niyə bu qədər azdır? Və o dəyəri indiyə qədər necə ölçmüsüz? Nə ilə ölçmüsüz? Bütün sistemə bütün kimi baxmağınızı istəyirəm. Məsələn, mən öz verdiyim dəyərə sadəcə təlim verdim deyə baxmıram. Ya sadəcə kontent verdim deyə baxmıram. Mən baxıram ki, mən nə qədər iqtisadiyyata təsir eləyirəm. Mən baxıram ki, mən insanların psixoemosional durumuna nə qədər təsir eləyirəm. Mən baxıram ki, mən ümumilikdə ölkəmə necə təsir eləyirəm, dünyaya necə təsir eləyirəm, iqtisadiyyata, yəni hər şeyə baxıram. Hər şeyə nəzərə alıram. Təsir dairəm nədir? Kütlə hansı kütlədir? Kütlə nə qədər mənim ötürdüyüm dəyəri emal eləyə bilir? Çünki bu da önəmlidir. Əgər siz dəyər verirsiniz, amma emal qabiliyyəti aşağıdırsa, dəyəri verdiyiniz kütlədə bu da önəmlidir nəzərə almaq. Okay? İndi önəmli bir nüans var. Sizə elə gələ bilər ki, siz çox yaxşı adamsınız, çox yaxşılıqlar eləyirsiniz, hamıya yaxşı davranırsınız və çox da işləyirsiniz. Amma çox az qazanırsınız, düzdür? Və sizə elə gələ bilər ki, siz əslində böyük dəyər yaradırsınız. Əslində isə yox. Səmimi baxmağınız lazımdır buna. Yəni burada nə qədər egoya sarılsanız, o qədər də nəticəniz sıfır olacaq bu vebinardan sonra. Mən sizə istəmirəm siz buradan vaxtınızı sərf edib sıfır nəticə ilə ayrılasınız. Düzdür? Heç kəs istəmir bunu. Yox, əgər siz getdiyiniz hər yerdən sıfır nəticə ilə ayrılmağa öyrəşmisinizsə, bu da bir başqa məsələdir. Başqa bir vebinar mövzusudur. Bu başqa temadır. Amma ki biz burada bir dəyər götürüb də onu emal eləmək üçün buradayıq. Boş-boş oturmaq. Mən bayaqdan danışıram, bir çoxları heç dinləməyib belə. Elə suallar gəlir ki,
Mən prosto şoka düşürəm. Ekranda belə, yəni Zoom-da dinləyənlər, ekranda belə hər şey yazılıb. Yəni yazı ilə belə yazmışam ki, sizin vizual yaddaşınız daha yaxşıdırsa, vizual olaraq da görəsiniz onları. Okay? Baxın, bəzən insan indi düşünə bilər ki, aranızda bəzi qızlar var xüsusilə də ki, ayda 20-30 min yoldaşı onun sadəcə kartına tutturur. Deyir ki, bu sənindir, özü isə işləmir. Və bir çox digər qadınlar məsələn, o xanımlara düşünür ki, onlar heç bir dəyər qatmırlar dünyaya. Amma onlara gəlir də pul. O da mənim kimi deyəcək, uşağa baxır, hətta nyanka böyüdür. Tutaq ki, o nə dəyər qatır ki? Əslində burada biraz diqqətli olmağınızı istəyirəm. Çünki bir, əlbəttə ki, bu qədər pul verən yoldaşına biri ilə bərabər olan bir xanım, o deməkdir ki, yanında çox güclü bir şəxsiyyət, çox təsir dairəsi və dəyər dairəsi böyük olan biri ilə bərabərdir. Və onunla bərabər olmaq, onun resurs qaynağı olmaq heç də hər qadının bacara biləcəyi bir şey deyil. Çünki böyük kütləyə faydalı olan, bütünə həyatını həsr eləyən ki, əlbəttə bu qədər böyük pullar yalnızca bütünə həyatını sərf edən insanların həyatında olur. Böyük dəyərlər qata bilən, böyük komanda ilə işləyən insanların əlbəttə ki, həyatında problemlərin sayı da çoxdur. Stress var, məsuliyyətlər çoxdur, gündəlik fikri hər yerdədir. Qayğısına qalmalı olduğu insanların sayı çoxdur. Həyatda ə, onun üçün önəmli olan məsələlərin sayı çoxdur. Yəni bu gün Əbülfəz üçün tutaq ki, yediyi semiçkanın miqdarı və içdiyi pivənin miqdarı önəmlidirsə, bir iş adamı bütünə faydalı olan biri üçün bir, nə bilim, başqa biri deyək. Kim deyək? Roberto deyək, nə bilim. Azərbaycanlılar deyəndə xətrinizədər. Roberto üçün tutaq ki, daha bütünə faydalı olan məsələlər aktualdır. Təkcə pivə və semiçka yox. Burada artıq nələr var? Komanda var, missiya var, insanların ehtiyacları var, müştərilər var, fərqli departmanlar var, yatırımlar var. Düzdür, fərqli emosiyalar var. Və əlbəttə ki, bu cür bir Robertonun yanında olan xanım başqa bir dəyər qatır dünyaya. Və bu dəyər mütləq deyil ki, mən o dəyəri sənə verdim. Vsyo. Belə bir şey deyil. Bu dəyər ruslar demiş, çeriz baş verir həm də. Yəni vasitəçiliklə də baş verir. Məsələn, deyə bilərikmi ki, Asiya İqtisadiyyat Naziridir? Tutaq ki, yox. Amma məsələn, Asiya Rüstəminin səhifəsinin iqtisadiyyata təsirini mən 5 ildir görürəm. Düzdür? Söhbət bundan gedir. Məsələn, deyə bilərikmi ki, Roberto'nun arvadı komanda idarə eləyir? Yox. Amma Roberto'nun arvadı, tutaq ki, yoldaşı, həyat yoldaşı hər gün elə bir ortam, elə bir emosional durum, elə bir sakitlik təmin edir ki, o insan üçün, Roberto üçün. Roberto gedir, produktiv ola bilir işində. Roberto sevildiyini hiss eləyir, yanlış addımlar atmır sevilmədiyini düşündüyü üçün. Yanlış yatırımlar etmir. Hər gün qərar verməsində, resursunda ona yanındakı xanım dəstək olur deyə geri də qayıdır bu dəyər. Başa düşürsünüzmü? Və indi səmimi baxsaz hər şeyin gözünün içərisinə, baxın yenə də necə artıraq bəs? Bu sual artıq onu göstərir ki, məğzi anlamaq istəmirsiniz. Bağışlayın, amma səmimi olacağam. Mən deyirəm özünüzlə də. Baxın, mən ilk dəfə bu sualı özümə verəndə, ümumiyyətlə indinin özündə belə tək qalanda bu sualı özümə verəndə ki, mənim yaratdığım dəyərin miqdarı niyə bu qədərdir? Niyə daha çox deyil? Mən günlərlə boşluğa düşürəm. Günlərlə mənim beynimin içərisində dalğalanma baş verir, ego ilə savaş baş verir. Mən deyirəm ki, yox, mən əslində çox verirəm, mənə az gəlir. Bu savaş o qədər döndərir ki, heç o suala qədər belə gəlib çata bilmirəm hələ. Çünki hələ ona qədər vaxt var. Başa düşürsünüz? Hələ ona qədər var. İnsanlar istəyir ki, hər şey çox tez olsun. Niyə? Çünki egodandır bu. Tez dəyər artırım mən. Tez daha çox verim. Mən indi məsələn bir dənə KitKat verirdimsə dünyaya, tez 3 dənə verim. Tez. Amma bu şəkildə sadəcə təşviş yarada bilərsiniz. Sən bir KitKat verirdin, indi 3 KitKat versən, bu dəyər artmır. Çünki indi önəmli bir hissə var. Yoldaşlar, təşviş sizin həyatınızı məhv eləyir ümumiyyətlə. Çatdakı təşvişiniz, ümumiyyətlə mən baxıram bütün həyatınıza sıçradırsınızsa bunu, ümumiyyətlə şok kontent. Yəni pul hara gələcək ki, bu qədər təşviş varsa. Slayd əlbəttə ki, ekrandan çıxıb gələcək. Çünki arada məni görəcəksiniz, arada slaydı. Əlbəttə ki, bizim vebinarımızın bir etapları var. Hər şey eyni anda bir insan eyni anda, eyni saniyə ərzində 100 cümləni deyə bilərmi?
Siz bütün cavablar, bütün sualları çata yazırsınız və gözləyirsiniz ki, mən eyni anda, eyni saniyədə, eyni vaxtda bütün hamısını, eyni cümlələri üst-üstə deyim. Ona görə də çoxlarınız təşviş səbəbilə podkastları belə 2x-də dinləyir. Tahammülünüz yoxdur türklər demiş ki, bir videonu webinara belə baxasınız, sona qədər qalasınız. Nə bilim, bir təlimə qatılasınız, özünüzə yatırım eləyəsiniz. Pul belə şeyləri sevmir. Dəyəri bu cürə yarada bilmərsiniz bu təşvişlə. Bu haqda düşünün istəyirəm. Baxın, məqsəd əgər daha çox işləməkdirsə təkcə, bu düzgün məqsəd deyil. Dəyər yaradan nəticələri, baxın, məqsəd bilirsiniz nə olmalıdır? Daha yüksək dəyər yaradan nəticələri necə və hansı psixoloji fonla qura bilərəm? Əsas sual bu olmalıdır. Yəni məqsəd əgər prosto çox işləməkdirsə, bunu ego eləyir. Baxın, ego bilirsiniz nə edir? Uşaq vaxtından bəri, məsələn mən uşaq vaxtı elə bir evdə böyümüşdüm ki, mənim atam mənə hirslənirdi. Əgər mən nəsə iş görmürəmsə, o mənə deyirdi ki, mən avara uşaqlar istəmirəm, mütləq nəsə eləməlisiniz, kitab oxumalısınız, nəsə eləməlisiniz, işlə məşğul olmalısınız. Və ego nə deyir böyüyəndən sonra belə evdə böyümüşəmsə? Oynamağa icazə verilməyibsə, istirahət eləməyə, yatmağa və s. Ego nədir böyüyəndən sonra? Ego deyir ki, bütün dünya məni günahlandırmasın deyə, yəni bütün dünya mənə tənbəl, tupoy, anormal və s. deməsin və bu haqda mənim haqqımda belə düşünməsin deyə mən nə etməliyəm? Mən səhər axşam yula kimi, yula görmüsüz? Yula fırlanır belə. Yula kimi çalışmalıyam. Heç bilmirəm amma nə edirəm. Bax, bir çox qadın özünü itirir yemək bişirmə savaşında. İndi deyə bilərsiniz ki, bəs yemək bişirməsəm acından qırılacağıq. İnanın mənə yox. Bir çox qadın səhərdən axşama plisos, 10 dəfə plisos, 10 dəfə soyuducunu açmaq, 200 min dəfə yemək bişirmək, 1 milyon dəfə uşaqların paltarını dəyişmək, 5 milyon dəfə tozları silmək, 6 milyon dəfə oturub durmaq prosto tak, elə belə. Buna məşğul olur. Nə üçün? Yoldaşı, qohumları, maması, atası ya da kimsə deməsin ki, sən bekarsan, tupoysan, anormalsan, avarasan. Və bu egodandır. Sən sadəcə etdiyin hərəkətlərin sayını artırırsan. İdmanla məşğul olanlarınız varmı professional fitnesslə? Fitnessdə belə yaxşı məşqçi daha çox rep sayıları vermir ki, daha çox elə nə isə. Bununla bir şey əldə eləməyəcəksən. Daha faydalılıq əmsalı yüksək şəkildə daha az etsən daha faydalıdır, düzdür? Eyni şey də həyatımızda. Sən nə qədər çox danışırsan önəmli deyil. Sən nə qədər çox webinar keçirirsən önəmli deyil. Sən nə qədər çox risk paylaşırsan önəmli deyil. Sən nə qədər çox evdə soyuducunu işlədirsən önəmli deyil. Sən nə qədər çox addım atırsan, nə qədər çox avtobusda yorulursan, nə qədər çox ora, bura, hər yerə qaçırsan, bunlar önəmli deyil. Bunlar sənin eqon üçün önəmlidir, dostlar. Niyə? Niyə? Diqqətli olun bu hissədə. Niyə? Ego niyə baş qaldırır? Deyir ki, sən daha çox işləməlisən. Məsələn, bəziləriniz var ki, aylarını keçirir işdə. Aylarla evə gəlmir. Səhər axşam işdə olur, gecə gəlir, yatır, səhər oyanır, yeni işdə özünü həlak eləyir. Niyə? Çünki mən boş qalsam, sadə psixolojik bir düsturdur. Mən biraz boş qalsam, biraz nə dəyər qatdığım haqqında düşünməyə zaman versəm, dünya məni rədd eləyəcək. Axı uşaq vaxtı mən evdə rədd olunmuşam. Rədd edilirəm deyə egoya sarılıram. Mənə anam atam qorumuyub, anam atam mənə dəstəkçi olmayıb, istədiyim qədər sevgi verməyib, amma eqom var indi özümdən böyük. Mən ona sarılım, dayaq sileyim, bərk-bərk. Bərk-bərk sarılım, o nə deyirsə o eləyim. Sevmədiyim işdə işləyim. Sevmədiyim insanla bərabər olum. Sevmədiyim plisosu gündə 15 dəfə işə salım. Başa düşürsünüzmü? Və yenə də deyirəm, sənin nə qədər çox tər tökdüyün, nə qədər çox nə isə etdiyin önəmli deyil. Əgər dəyər qatmışsansa bununla. Sən gün ərzində, məsələn, mən səhərdən axşama bu KitKatı götürə bilərəm. Səhərdən axşama bunu soya bilərəm, təzən yapışdıra bilərəm. Soya bilərəm, təzən yapışdıra bilərəm. Soya bilərəm, təzən yapışdıra bilərəm. Və belə axşam gələ bilər. Və sonra mən deyərəm ki, mən çox yoruldum, çünki səhərdən axşama mən dəyər qatırdım, KitKatı soyub bağlayırdım. Amma heç kəs mənə pul vermədi, dəyər vermədi, hamı nankordur, hamı mundardır, dünyada pula ancaq acgözlər qazanır, bla bla bla.
Əslində isə mən boş mənasız bir iş gördüm. Bu KitKatı açıb bağlamaq heç bir dəyər qatmadı işinə. Mən sadəcə özümü məşğul tutdum ki, sabah bir gün Əli, Vəli, Pir Vəli, ata, ana, qaynana, qaynata, yoldaş, baldız, qayın və s. mənə baxanda desinlər ki, ay can, nə qədər yorulur, nə qədər işləyir. Niyə? Ən kökündə hansı proqram yatır? Məni çoxdan izləyənlər şuuraltı proqram nə deməkdir bilir. Bu arada Aysel xanımdan xahiş edəcəyəm, 5 yerimiz daha azad oldu deyə elan versin. Nəfəs alaq biraz. Mhm. Okey, nəfəs aldıq. Çata baxım, davam eləyək. Mhm. Tak, bunlar keyfiyyət deyil, bunlar şuuraltı proqramlamalardır. Aha, əla çatı oxudum. Baxın, şuuraltı proqramınız KitKat şuuraltı proqramınız sizi KitKata yönəldir. Yəni şuuraltında rədd edilmə duyğusu ilişib qalıb deyə, rədd edilmə proqramında ilişib qalmışıq deyə. Yəni mən sadəcə yula kimi fırlanmalıyam, bütün günü çoxlu işləməliyəm. Nə bilim maaşlı bir işim var deməliyəm, nə bilim belə elə və s. rədd edilməyim deyə cəmiyyət tərəfindən, xüsusən də kişilər. Qadınlar çox yönəlir. Uşaq dünyaya gətirmək, uşaqla məşğul olmaq, səhər axşam uşağa yapışmaq, uşağın paltarını dəyişmək, dəqiqə baş poposunu yumaq və s. Evlə məşğul olmaq, pilsuz, soyuducu və s. yemək bişirmə və s. ki, özünü məşğul tutsun, rədd edilməmək üçün. Çünki qadın bizim cəmiyyətdə necədir? Bizim mentalitetdə uşaqdan gələn bir şey var. Qadın əgər oturursa, mənə çatda yazın, kimin mamasını evdə atası danlayıb ayağını yuxarı qaldırıb uzanıb manikür eləyəndə ki, nə var arvad, sən dur o ayağa yemək bişir. Olubmu belə bir şey? Evdə atalarınız mama ayağını qaldırıb da göyə, məsələn, rahat mən indi eləyirəm, ayağımı qaldırıram divara. İstirahət edirəm özüm kimi, özüm üçün. Yəni heç nə ilə məşğul oluram, divara baxıram sadəcə olaraq. Mamanız eləyibmi bunu? Boş-boş yatsın günortalar, ayağını qaldırsın, günlərlə yemək bişirməsin və s. özü ilə məşğul olsun, öz rahatını düşünsün, istirahətə getsin, səyahətə çıxsın və s. Ata mamaya nə deyib? Ata mamaya deyib 99% ailələrdə ki, dur ayağı yemək bişir, dur ayağı onu, dur duzu gət, duzunu, zibili belə mamalar atıbdı. Yola kimi işləyib onlar və qadın rədd edilirdi o vaxt ki, o qadına məxsus sayıla biləcək işləri etmirdi. Yəni rədd edilmə duyğusu burdan oturub. Bir zəhərli bir şey kimi şuraltıya. Bizə hamımıza qadınlara bu cür oturub. Kişilərə necə oturub? İndi baxın. Kimin atası səhərdən axşama pivə içib, nə bilim, ya da nə bilim, avaralıq eləyib, çöldə oturub nərd oynayıb və o normal sayılıb. Kişilər üçün də necədir? Kişinin rədd edilməməsi üçün cəmiyyətdə maaşlı işi olmalıdır, işsiz qalmamalıdır heç vaxt. Yəni davamlı nəyəsə məşğul olmalıdır. Kişiyə xas olacaq xüsusiyyətlər. İşdən evə gələndə belə kranları remont eləməlidir, divarları boyamalıdır, nə bilim, nəyləsə məşğul, idmana getməlidir, muskul yığmalıdır. Mütləq nə iləsə məşğul olmalıdır ki, bu rədd edilməsin bu kişi. Çünki digər hallarda kişi rədd edilir cəmiyyətdə. Başa düşdünüz? Yəni kişi və qadının rədd edilmə dinamikaları fərqlidir. Bəli, bu dinamikalar bəzən günümüzdə dəyişə də bilir. Necə? Qadınlar elə hiss eləyir ki, onlar həm də işləməlidir, rədd edilərlər. Kişilər elə hiss eləyir ki, onlar həm də uşaqla çox vaxt keçirmə, o bu və s. Yəni hər ikisinin vəzifələri də yüklənir və hamı hər şey etməlidir ki, rədd edilməsin kimi səhərdən axşama hamı nə iləsə məşğuldur. Amma faydalılıq əmsalı deyilən bir şey var. Yenə də deyirəm, bir çoxu pul qazana bilməmə səbəbi odur ki, necə deyirəm mən. Mən məsələn 5 gün sonra, 5 gün səsim çıxmasın. Mən 5 gün sonra Telegrama və Instagrama gəlim ki, dostlar, hamınız mındasınız. Mən 5 gündə KitKat soyub açmışam. Səhərdən axşama siz mənə pul vermədiniz. Siz nankörsüz hamınız. Pulu ancaq acgözlər qazanır. Mən səhər axşama barmaqlarımı həlak eləmişəm. İrin töküb barmaqlarım, mən bunu soyub açmışam. Siz mənə pul verməlisiniz. Bax, buna oxşuyur. Buna oxşuyar bir çoxunun hekayəsi. Çünki çoxlarınız iş yerinizdə nə faydasınız var bilmirsiniz.
Çoxlarınız nə edirsiniz ki, nə qədər qazanırsınız anlamırsınız. Və indi burada önəmli bir yer var. Axı bir şeylərə başlamaq üçün mən özüm deyirəm. Mən bu işimi qurmağa başlamaq üçün bir müddət rədd edilmə duyğumu dəf etdim. Yəni ilk öncə mən coachla şüur altında işləməyə başladım, sonra bu işi qurdum, başa düşürsüz? Və nə baş verdi? 6 ay, 1 il kimi bir müddətdə mən ümumiyyətlə heç nə eləmirdim. Yəni mən işdən çıxdım, mən nə edəcəyimi bilmirdim, mən boşluqdaydım. Sosial olaraq qəbul edilməz bir nöqtədə idim. Yəni rədd edilən bir nöqtədə idim. Və rədd edilmə duyğusunu da ən dibdə yaşadığım nöqtədə idim. Bu hissəni yalnızca pro level mənim izləyicilərim anlayacaq. Ona görə də pro level izləyicimsinizsə, diqqətli olmusunuzsa, vebinarlarıma baxıb texnikalarımı etmisinizsə, bunu yaxşı anlayacaqsınız nə demək istədiyimi. Digərləri anlamırsınızsa not götürsün, sonra proqramlara qatılandan sonra anlayacaqsınız bəlkə də. Baxın, rədd edilmə proqramımız həssas olmağa qoymur bizə. Həssas nədir? Bizə qoymur, uyaзвим olaq, ruslar demiş. Həssas olaq. Yəni duyğusal ola bildiyimiz nöqtəyə düşək. Yəni lüt qalaq da belə deyirlər. Emosional lütlük, uyaзвимость. Emosional lüt qalaq, yəni həssas olaq. Və burada bir paradoks var. Bu hissədə nitqim çətin gələ bilər, amma yenə də yazın bir yerə, sonra başa düşəcəksiniz. Bu hissədə bir paradoks var. Paradoks ondan ibarətdir ki, sən yeni bir şeyə başlamaq, daha böyük bir dəyər yaratmaq istəyirsənsə, sən əvvəl yaratdığın bütün dəyər formalarından vaz keçməlisən. Və o hissədə, o arada sən mütləq şəkildə həssaslığına yeniləcəksən, lüt qalacaqsan, emosional olaraq və ən uyaзвим olduğun nöqtəyə düşəcəksən, ruslar demiş. Və o həssaslığı, o uyaзвимости, o emosional lütlüyü, yəni boşluğu, rədd edilmiş olma ehtimalını qəbul edəcək qədər psixoloji gücün varmı sənin? Kim dediyim qəliz şeyi başa düşdüsə, chatda hə ya yox yazın. O emosional gücünüz varmı sizin? Instagramdakılar mənə alov göndərsinlər, əgər gücünüz varsa, yoxdursa ürək göndərin. Var yoxsa yoxdur? Çünki varsa ucu olardı o. Yoxdur. Var deyirsiniz amma bir hərəkət, bir şey yoxdursa deməli yoxdur. Yəni burada özümüzü aldatmağa gərək yoxdur. Varsa doğrudan da şkala ilə baxsanız, doğrudan da yüksəliş paternini görərsiniz öz gəlirinizdə. Gəlirinizdə bir yüksəliş yoxdursa, stabillik var, düşüş varsa, bu o deməkdir ki, dediyim şey yoxdur hələ sizdə. Yəni özünüzlə səmimi olmalısınız. Çünki səmimi deyilsiniz. Məndə hər şey var. Mən başa düşdüm. Mənə lazım deyil coachla işlə. Mənə lazım deyil bir mentor. Deyirsinizsə o nöqtədə uduzursunuz siz. Özünlə səmimi olmaq önəmlidir. Təklik Allaha məxsusdur və bu dünyada heç bir mübadilə təklikdə baş vermir. Yəni mənə belə dəstək olan mentorlarım, coachlarım olub, davamlı onlara yatırımlar etmişəm ki, mən bu nöqtəyə çatmışam. Mən bacarmıram, mən bilmirəm, məndə yoxdur deyə bilirəm daima. Dünən gecə saat 00:00-da belə bir təlim almışam mən. Və əgər mənə lazımdır, məndə bu yoxdur, mən biraz daha yaxşı bacara bilərəm, biraz daha psixoloji güc əldə edə bilərəm deyirsinizsə, mən sizə burada diqqətinizi cəmləmək istəyirəm. Dəf etməli olduğunuz mövzu, işləməli olduğunuz ən birinci mövzu rədd edilmə duyğunuzdur. Çünki ilişirsiniz burada. Bu rədd edilmə duyğusu sizə imkan vermir ki, o sıfır ola biləcəyiniz nöqtələrə düşəsiz. Emosional lütlük nöqtəsinə belə deyərlər. Lori dildə desək. Və o nöqtələrə düşmədən, itirməyi nəzərə almadan siz dəyər yarada bilmirsiniz. Çünki yenə də deyirəm, əvvəl yaratdığınız dəyər forma sizə x qədər məbləğ gətirirdi və bu x sizə qane etmirsə, o yaratdığınız dəyər formasının mənasız olduğunu qəbullanıb onu buraxa bilmək və yenə də ruslar demiş, uyaзвим olduğunuz, həssas olduğunuz nöqtəyə düşə bilməyiniz lazımdır. Çünki o həssaslıqdan doğur zənginlik. Düşə bilmədinizsə o nöqtəyə, rədd edilmə duyğunuz imkan vermirsə, yenə də kişi avaradır, kişi tupoydu, kişi belə olmaz, qadın avaradır, qadın tupoydu, qadın belə olmaz və s. Yeniləcəksinizsə rədd edilmə duyğunuza, sizdə heç nə almayacaq. Xüsusən də bir ayrılıq yaşayandan sonra baxırsınız, uzun müddətli münasibətdən ayrılıb növbəti münasibət qurana qədər ki, dövrdə də siz ən çox rədd edilmə duyğunuza düşürsünüz, ən uyaзвим olacağınız nöqtəyə düşürsünüz. Düzdür, bu da elə bir şeydir. Yəni əvvəl yaratdığım dəyər hətta eyni biznesin içərisində belə, məsələn mən öz biznesimin içində belə davamlı rədd edilmə duyğumu dəf eləyirəm deyə yüksəlirəm.
Çünki mən davamlı başa düşürəm ki, yaxşı, əvvəl yaratdığım dəyər deməli məni istədiyim nəticəyə çatdırmırdı. O dəyər formasını buraxıb yeni bir kimliyə keçə bilərəm. Asiyanın yeni bir kimliyini yarada bilərəm. Ona görə də kontent davamlı yenilənir, materiallar yenilənir, gördüyümüz işin keyfiyyəti yenilənir, verdiyimiz dəyərin formaları yenilənir, təlimlər yenilənir və s. və s. Düzdür? Yəni savadlı olmaq, gözəl ideyaları olmaq və gözəl bir xarici görünüşə sahib olmağınız sizə heç bir nəticə gətirmir. Nə qədər ki, sizdə bloklayıcı duyğular və proqramlar var. Və əgər sən rədd edilmə duyğunla yəni buna yenilib də eqona sarılırsansa, sən başlayırsan yanlış tərəfə fokuslanmağa, bütün enerjin ora gedir. Qazana biləcəyin pullar, gedə biləcəyin istirahətlər, yaşaya biləcəyin xoşbəxt anlar, yarada biləcəyin daha böyük dəyərlər və daha böyük müştəri kütləsi, izləyici kütləsi fərqi yoxdur. Bunların hamısını itirirsən sən. Qazana bilərdin, amma itirirsən. Yəni qazana bilərdin, amma itirirsən. Deməli, vaxt ikən bu proqramları işləməkmi yaxşıdır şüur altında? Yoxsa itirəcəkləri nəzərə almaqmı? Bunu da bir düşünmək lazımdır. Yəni, nə qədər ki, duyğularımıza, proqramlara yenildik, o qədər fokusumuz yanlış yönə getdi, nəticə verməyən, dəyər formalaşdırmayan, o qədər də çox özü ilə bərabər yorğunluq, apatiya, depressiya, panika, təşviş, nəticəsizlik, motivasiyasızlıq və əlbəttə ki, az pul gətirir. Kim həyatında bu sonuncu dediklərimlə qarşılaşır? Chatda mənə bildirin emojilərlə. Yorğunluq, apatiya, motivasiyasızlıq, yetməyən qədər pul, təşviş, panika, narahatçılıq, qaça-qaç. Chatda emojilər qoyun. Bax bunlar hamısının səbəbi odur ki, hətta kökəlmək belə, yəni kökəlmək belə bunun səbəbi daha çox yeyirsiniz, daha çox kökəlirsiniz, daha çox qeybət eləyirsiniz, daha çox yuxusuz qalırsınız ya da daha çox yatırsınızsa, bədənlə fiziologiya ilə belə baş verən müəyyən anomaliyaların belə səbəbi odur ki, siz potensialınızı full səviyyədə istifadə eləmirsiniz. Yəni fokus yanlış yönə gedir. Və fizioloji olaraq belə bədən belə sizi şüuraltının bir elçisi kimi xəbər çatdırır ki, no, 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 sən yanlış yöndəsən. Məqsədinə fokuslanmamısan. Yəni bu məqsədinin yolu deyil də. Yəni sən xəstələnirsə bu sənin yolun deyil deməli, düzdür? Mən həmişə deyirəm sizlərə. Keçən webinarda belə demişdim ki, xəyanət olunan qadınlar, ya xəyanətə dözən qadınlar və sevmədiyi ya da onu xoşbəxt etməyən biri ilə münasibətdə qalan qadınlardır ki, əksərən çox 40 yaşından sonra çox qısıtlayıcı xəstəliklərə tutulurlar. Bu olsun öd kisələri çıxarılır, böyrək daşları olsun, xərçəngə qədər gəlib çıxır, çox güclü miqrenlər sağalmayan, dedim, mədə yazvası və s. və s. Yəni bir çox qısıtlayıcı və çox ağır problemlər, osteoxondroz olsun, güclü revmatizma olsun. Yəni bunların hamısının səbəbi odur ki, sən o potensialı yanlış yöndə istifadə elədin, bədən isə çığırır. Naxçıvanların qəşəng bir sözü var, çığırır. Yəni qışqırmır, daha bəlkə belə siqnal verir. Bədən çünki fiziolojik olaraq biz şüuraltımızla işbirliyindədir fiziologiyamız və şüuraltı deyir ki, sənə edilmə duyğuna yenilmişdin, yanlış yönə fokuslanmışdın, bütün fiziologiyanı belə yorurdun. Əslində isə sənə bu lazım deyildi. Mən sənə nə qədər siqnal verirdim. Sən kar idin, eşitmirdin. Psixoloji karlıqdan gedir söhbət, qulaq karlığından da yox. Psixoloji kar idin sən, eşitmirdin. Mənsə sən dedim ki, qoy sənin o deyir qıçını qır yerində otur. Qoy sən hər hansı sındırım, qırım, sən biraz yerində oturasan. Dayanasan, yanlış yönə getməyi. Çünki bir tərəfdə o qapı açılmırsa, istədiyin nəticəyə gəlmirsənsə, deməli dəyişməlisən o yeri. Yadınızdan mən 2 il əvvəl milçəyin misalını vermişdim sizə. 2 il ya 3 il əvvəl idi. Milçəyi kim yadına düşür? Milçək kimin yadındadır? Çata baxım. Milçəyimizin qəşəng bir misalı var idi. Milçək pəncərədə, yadınızda pəncərədən çıxmaq üçün özünü öldürürdü. Kimin yadına düşür? Bircə dəqiqə dostlar.
Oy, bircə dəqiqə dostlar. Salam. Salam. İndi danışa bilmirəm. Axırana qoyarsınız da. Axırana qoyun götürəcəm. Hı -hı. Sorry dostlar. Bir dənə baxaq görək Instagramda eşidilirəmmi? Instagramda chatı açdım. Səs gəlirmi yaxşı? Səs getmədi ki sizdə. Hər şey yaxşıdır? Aha, aha, aha. Yadınıza düşürməyəcəyim misalı. Instagramda yazın mənə, eşidirsiniz səsimi? Yoxsa səs gəlmir? Səs gəlir, yoxsa yox? Okey, bircə dəqiqə. İndi gəlir səs yoxsa yox? Instagramdakılar. Səsim gəlir yoxsa yox? Səs gəlirmi yoxsa yox? Tak. Kimsə mənə, Ayşə xanım mənə Instagramda kömək eləsin. Aha, все, səs gəldi, все. Əla. Все. Kommentləri söndürdüm ki, mane olmasın. Ayşə xanımdan xahiş edəcəm. Bir daha bildirsin ki, 5 yer Zoom-da açılıb. Bir neçə yerdə Instagramda var və səs açıldı artıq. Okay. Milçək misalına keçək. Yadınıza düşürmü? Milçək var idi. 3 il əvvəl bizim evimizdə, köhnə evimdə milçək var idi. Milçək gəlmişdi o evə, pəncərə bağlı idi və milçək çölə çıxmaq istəyirdi. Milçək çölə çıxmaq istəyir, deməli pəncərəyə vurur şüşəyə. Milçəklər də bilirsiniz, pəncərə şüşəyə deyəndə tık səs gəlir balaca. Tık eləyir, tık eləyir, tık eləyir. Şüşə o qədər təmizdir ki, elə gəlir ki, onunla çölə çıxa bilər buradan. Şüşələr təzə təmizlənmişdi. Tık özünü öldürür də day otaqda. Başa düşmür ki, qapı əks tərəfdədir. Milçək də axı bunun başı işləmir. Vurur, özünü həlak elədi. Axır ki, bu gücdən düşdü. Yəni, milçək, yəni ölümcül vəziyyətə gələnə qədər vurdu. Axır ki, tıp elədi, düşdü. Pəncərənin qabağı padakonik deyirlər ora. Və milçək, ay tupoy milçək, gedir orada, yəni qapı oradadır. Get ora. Getmir, yox. Bir çox insanlar, mən o zaman misal vermişdim, podkast yazmışdım. Çoxdankı izləyicilərim xatırlayır ki, bir çox insanlar bu milçək kimi davranır həyatda. Və mən özümü belə görmüşdüm o milçəkdə. Düşünün, necə? Çünki bir çox insan bir yerə vurur, gedir, görür ki, orada istədiyi nəticəni, emosiyaları, xoşbəxtliyi, məqsədini çata bilmir o yöndə. Vurmağa davam edir o vaxta qədər ki, məhv olsun, bədən uca siqnal versin ki, ay kiri də dayan yerində, istəmirəm, getmə, ora deyil sənin yolun. Üzünü çöndərib baxmır ki, yol o tərəfdəymiş. Yəni sənin əgər mənim bir şey var, Instagramda reels çəkəcəm bu barədə, tərsinə qanunu, tərsinə teoremi. Qeyd edeyim mən. Tərsinə teoremi. Kstati, mən hər şeyi qeyd edirəm burada, bol ki, mən bunları sonra sizə çatdıra bilim. Tərsinə teoremim var mənim. Tərsinə teoremi nə deyir? Mənim teoremimdir. O deyir ki, düzünə yoxladın, alınmırsa, tam tərsini elə. Yəni sən indi məsələn bir cür nəsə eləyirsənsə, alınmırsa, sən tam əks tərsini eləməlisən. Çünki sən indi bir cür etdin, alınmırsa, tam tərsini mütləq yoxlamalısan. Çünki çözüm oradadır. Necə ki milçək pəncərəyə vururdu, alınmırdı sola, sağa getsə alınardı, o şəkildə bir şey. Yəni, əsas sualımız, pulu təbii şəkildə mənə gətirəcək dəyəri yaratmaq üçün doğru psixolojik duruma mən necə keçidə bilərəm? Bax, budur. İndi burada önəmli bir hissəyə gəlirik. Pulun sevmədiyi bir şey. Pul yalanı və maskaları sevmir. Bu nə deməkdir? Sən özünə yalan danışırsansa, özünə xəyanət eləyirsən, rədd edilməkdən qorxduğun üçün, maskalar taxırsansa, ağıllı qız maskası, işgüzar qız maskası, işgüzar oğlan maskası, ağıllı oğlan maskası, mədəni adam maskası, etik adam maskası, bunların hamısını geyinirsənsə sən sən pula doğru gedə bilmirsən, bilirsən niyə? Çünki dəyər yarada bilmirsən. Sənin maskan özündən o qədər ağır olur ki, sən onu daşıyarkən dəyər yaratmağa resursun qalmır. İnsanın resursu limitlidir, amma hər gün mən həmişə deyirəm, hamımız eyni qədər resursla uyanırıq. Bu istər Mark Zuckerberg olsun, istərsə də sən. Fərqi yoxdur. Amma o resursu düzgün bölüşdürsən, yəni psixolojik olaraq doğru psixolojik durumda olsaq, biz o resursu düzgün yönləndirəcəyik. Psixolojik o proqramlar yerində deyil deyə mən nə edirəm?
Mən maskamı tutmağa xərcləyirəm resursu, özümə yalanlar danışmağa, özümlə səmimi olmamağa, yanlış emosiyalara. Mhm. Anlayırsınızmı nədən gedir söhbət? Və siz yorğun, ilhamsız və ruhən boş vəziyyətə düşürsüz. Maskalarınızla pul qazanırsınızsa hətta. İnsanlar bəzən qısa müddətli hər hansısa bir pulu qazanırlar. Ola bilər ki, siz nə vaxtsa 50 min manat qazanmaq istəyirdiniz, qısa müddət maskalarınızı geyindiniz, əlinizə aldınız, belə deyək, lapatkanı durub getdiniz, o pulu qazandınız. Amma bir müddət sonra bu maska düşür, yorulursunuz, apatiya düşürsünüz, yorğun, ilhamsız, ruhən boş hiss eləməyə başlayırsınız. Çünki sadəcə qısa bir müddətlik nəticə əldə eləmək olar. O da eləsəz, resursunuz çatsa, bütün həyatınızın digər sferalarına resursu verib bir sferaya, sadəcə pula qazanmağa yönəlsəz, sonda yorğun, ilhamsız, ruhən boş vəziyyətə düşsəniz, belə o 50 mini, 100 mini ya 150 mini qazanacaqsınız siz. Amma əsl uğur davamlılıqda gizlidir. Əsl o pul enerjisi dediyiniz şey davamlılıqda gizlidir. O davamlılığı isə yalan, özünə xəyanət və maskalarla yarada bilmərsiniz. Maska düşsə nə olar? Bəli, rədd edilərsiniz və rədd edilmə proqramı bir döngü kimi həyatınızda elə bir oyun yaradır, elə bir idarə eləyir sizi ki, sizin ruhunuz belə duymadan qazana biləcəklərinizi də itirirsiniz. Yəni siz qazana bilərdiniz 100x, x-i belə qazana bilmirsiniz, rədd edilmə duyğunuz sizi egonuza sarır deyə. Yenə deyirəm, həssaslığınızı qəbul edə bilmirsiniz, öncəkiləri buraxmağı qəbul edə bilmirsiniz. İndi vacib olan qədər, lazım olan qədər dəyər yarada bilmədiyinizi qəbul eləmirsiniz. Ümumiyyətlə özünüzü qəbul edə bilmirsiniz. İnsan yalnız və yalnız autentik kimliyi ilə böyük pulları qazana bilər. Autentik nə deməkdir? Yəni maskasız özü kimi əsl kimliyini qəbul edəndə böyük pulları qazana bilir. Sən olmayan bir sənlə böyük pul qazana bilmərsən. Çünki sən əsl kimliyini üzə qoymursansa, sosial normalara görə, yenə də deyirəm, rədd edilmə qorxusuna görə. Çünki sosial normalarda nədir? Sosial normalar səni rədd edilmə duyğuna salaraq idarə eləyir. Elə bir şey ola bilməz ki, sosial norma deyil də hamı getdi onun dalınca. Yox, onda elə hamı eyni cür olardı. Kimin rədd edilmə duyğusu proqramı daha ağır basır, o insanlar çox yenilirlər mentalitetə, sosiala, digər insanların dediklərinə, qeybətə, ona, buna, nə bilim, kim nə yazdıya və s. Düşünün, ım, indi mənə həftə ərzində 10 minə yaxın rəy gəlir Instagramdan. Yəni bir həftədə 10 minə yaxın rəy gəlir. Bu rəylər əlbəttə ki, fərqli-fərqli insanlar kəşfətdə görür. Bu ay ərzində sadəcə 30 min yeni izləyicim var mənim. 10 milyona qədər isə səhifəmin baxışı var. Yəni düşünün. Və bu insanlar hər biri fərqli şeylər deyir. Biri deyir tupoy mənə, biri deyir əyri, biri deyir hətta ən pis sözləri belə, yəni f hərfi ilə başlayan sözləri belə yazırlar. Halbuki onlar heç biri mən deyiləm. Sadəcə və sadəcə insanlar mənə hər hansısa bir öz daxillərindən olan bir şeylər deyirlər. Bir il öncə mən bunu qəbul edə bilərdimmi? Yox. Amma indi qəbul edə bilirəm. İndi rədd edildiyimi hiss eləmirəm. Və əgər rədd edildiyimi hiss eləsəm, potensialımı da aça bilmirəm, düzdür? Anlaya bilirsinizmi? Mükəmməliyyətçiliyin belə səbəbi rədd edilmə proqramıdır. Sizdə mükəmməliyyətçilik niyə var? Çünki düşünürsünüz ki, mən mükəmməl olsam rədd edilməyəcəm. Əslində isə mükəmməliyyətli adı altında inanın mənə. Mükəmməliyyətçi insanlar həyatına abuserları çəkir. Kontrolçuları, davamlı sizin hər şeyinizə fikir verən paltarın niyə ütülü deyil, niyə ora getdin, niyə bura gəldin, ora getmə, bura gəlmə, bu qədər pul xərcləmə. Siz mükəmməliyyətçi olduğunuz üçün yanlış bir kimlik yaradırsınız. Niyə? Çünki siz rədd edilmə duyğunuz sizə imkan vermir. Rədd edilmə proqramınıza düşürsüz. Və bu rədd edilmə proqramı həll edilmədikcə məhkum olursunuz məyusluğa. Gələk indi ikinci məsələyə. Pul məyusluğu sevmir. Məyusluq duyğusu olduğu yerdə pul da olmur. Məyusluq duyğusunu nə qədər özümüzdən keçiricilik qabiliyyətimiz var, o qədər də çox pul qazana bilirik. Qazanmaq da deyəndə yəni yarada bilirik. İndi burada kitabçanızda da bu barədə oxuyacaqsınız. Əsl dönüş nöqtəsi yaratmaq istəyirsinizsə, məyusluq duyğunuzu, rədd edilmə proqramınızı ki, hamısının kökündə olan,
əlbəttə, həm də tərk edilmə proqramınızı, günahkarlıq duyğunuzu yenməlisiniz. Və çox tez bir zamanda əsl kimliyiniz olan qara tərəflərinizi, yəni kölgə tərəflərinizi belə görüb açmalısınız və qəbul eləməlisiniz. Okay? Və bu tərəfləriniz ki var, sizin bastırdığınız normalara görə, o tərəflərinizdə daha böyük pullarınız gizlidir. Keçən gün bir müştəri mənə sual yazmışdı ki, indi 7.000 qazanıram, necə eləyim ki 14.000 qazanım? Mən ona dedim ki, yadınızda sizinlə də paylaşmışdım. Mən ona dedim ki, indi sənə 7.000 qazandıran versiyan sadəcə bununla tanışsan hələ. Yəni sən indi filankəs o filankəs, sənə 7.000 qazandıracaq versiyanla tanışsan. Daha çox özünü açsan, yəni iki dəfə daha çox özünlə tanış olsan, öz kölgələrinlə, öz tərəflərinlə, öz duyğularınla, yalnızca o iki dəfə daha artıq özünü tanımış versiyan 14.000, yəni iki dəfə daha artıq qazana bilər. Və indi baxın, siz indi qazandığınız məbləğdən 10x daha artıq qazanmaq istəyirsinizsə, bu nə deməkdir? Deməli, indi özünüzü 10x daha az tanıyırsınız. Özünüzü 10x daha yaxşı tanısanız, 10x daha çox pul gələcək sizə. Yəni indi özünüzü sadəcə x qədər tanıyırsınız. Anlaya bilirsinizmi? Və qayıdırıq yenə prezentasiyamıza. Bu nöqtədə mən sizlərdən soruşmaq istəyirəm sadəcə. Daha nə qədər gözləyə bilərik biz itirdiklərimizi itirməyə davam etməyə? Yoxsa biz addım atıb nəsə eləyə bilərikmi özümüz üçün? Həm də çox asan formada, fürsət qarşımızdadır, mən buradayam, komanda buradadır, sizə dəstək oluruq. Biz deyirik ki, gəlin. Çatımızda kurator sizə dəstəkdir, mən sizə dəstəyəm və hər şey öz əlimizdədir, bəli. Siz əgər bugün qarşınızda olan fürsətləri dəyərləndirmirsinizsə, tərəddüd eləyirsinizsə, qaçırsınızsa öz duyğularınızla üzləşməkdən, bəs necə o dəyəri başqaları üçün yarada bilərsiniz ki? Başqasının yaratdığı dəyərlə özünüzə dəyər qatmağı bacarmırsınızsa, bəs böyük kütlələr üçün necə dəyər yaradacaqsınız ki? Bir də təkrar eləyirəm. Başqasının sizin üçün yaratdığı dəyəri götürüb də özünüzə dəyər qatmağı hələ qəbul eləmirsinizsə, eqonuz imkan vermirsə, necə siz digər başqa insanlar üçün dəyərlər, daha böyük dəyərlər yaradıb, daha çox pullar qazana bilərsiniz ki? Axı böyük pulların fəlsəfəsi bizə nə deyir? Dəyəri gör, dəyər yarat. Nə qədər dəyər yaradırsan, o qədər çox sən qazanırsan. Və burada bu vebinarımız bu nöqtədə əslində bitmir. Bu nöqtədə bitmir. Kimlər ki məni indi bu vebinarı sadəcə Instagramdan izlədi, sizlərə mən dönürəm. Sizlər istənilən bir yerdə, postda, storydə, Telegram sözünü yazıb Telegrama keçid eləyin mütləq. Çünki PDF-i 11 səhifəli kitabçanı da paylaşacağam sizinlə. Digər tərəfdən Mənə Olar proqramına keçid də burada olacaq. Və burada daha çox məlumatlar var bu arada. Daha çox mən aydınlaşdırmışam bugünkü. Summarize eləmişəm belə deyərlər sizin üçün. Digər tərəfdən isə Mənə Olar proqramına Instagramdan qatıla bilmək üçün biodakı linka keçid eləyə bilərsiniz. Ən başda qırmızıdır. Və yaxud da istənilən postun və ya bu canlı yayımın altında Mənə Olar 33 kodunu yaza bilərsiniz. E hərfləri ilə, əylə yox, eynən. YouTube-da mənə baxırsınızsa aşağıda description bölməsindən Mənə Olar proqramına qatıla bilərsiniz. Çox rahat link vasitəsilə. Siz mənə Zoom-da baxırdısa, yenə də Telegramdan qatıla bilərsiniz. Qaçırmayın bu şansı, qiymət artımı olacaqdır çünki, yerlər dolacaqdır çünki, burada Zoom-dakı kimi yer doldu, artıq qəbul eləyə bilmədik biz sizi. Eyni şey bizdə proqramlarda da olur. Yer dolur, sizi qəbul eləyə bilmirik. Və ona görə də maksimum sizlərə faydalı ola bilməyimiz üçün bu dəyərlər biz sizin üçün illərdir yaradırıq. Və Mənə Olar proqramı mənim üçün çox böyük emosional bir dönüş nöqtəsi olubdu. Çünki mən özüm Mənə Olar deməyə başlayanda mənim həyatıma lüks daxil oldu. Çünki 2 il əvvələ qədər mən hələ səyahətlər eləməmişdim. Mənim həyatımda hələ lüks yox idi. Mən həyatımda hələ də olmaz deyirdim özümə və toksik mühitlərdə idim hələ də. Və belədir ki, Mənə Olar sözü məndə çox böyük bir rezonans yaradır ümumiyyətlə. Və rezonans haqqında danışmağa gəlsə isə, baxın, çoxlarınız qaça-qaçda ilişib qalır ona görə ki, siz rezonans da yarada bilmirsiniz. Baxın, özünüz öz ehtiyaclarınızı anlamırsınız, hələ özünüzə kifayət qədər dəyər qatmamısınız, öz çaşqanız boşdur deyə hələ fincanınız. Başqalarına da nə dəyər qata bilərsiniz bilmirsiniz. O duyğusal yük sizdə varkən ki, Mənə Olar proqramda o duyğusal yükü işləyəcək biz sizinlə bərabər. Çox rahat şəkildə, narahat olmayın. Online'dır bu arada, narahat olmayın. Bu arada mayın ortasına qədər hissə-hissə də ödəyə bilərsiniz siz. Bütün şərait yaradılır sizə.
öz fincanınız boşdur deyə siz boş fincanla hərəkət edə bilirsiniz. Çünki dəyər qatmaq nədir? Məndə olan dəyəri başqasına qatıram. Mən öz ehtiyaclarımı görürəm, özümə dəyər verirəm deyə başqalarının nəyə ehtiyacı olduğunu anlayıb da onlara dəyər qatıram. Bundan gedir söhbət. Və mən əgər özümlə hələ rezonans yarada bilmirəmsə, özüm öz çaşqamı doldura bilmirəmsə hələ, özüm öz duyğularımla işləyə bilmirəmsə, özümü proqramlaya bilmirəmsə hələ, mən necə gözləyə bilərəm ki, mən başqalarına hansısa bir dəyər qatacağam? Axı bu bundan ibarət deyil ki, mənə dedilər bunu elə, bunu eləyəcəm. Belə bir şey deyil dəyər qatmaq. Bu sadəcə o duyğusal plaş var. Plaş bilirsiniz nədir? Gödəkçə olur, plaş, dəri plaş. Bax, onun kimi bir plaş, duyğusal plaş deyək, sizin bütün bədəninizi kaplayıb, örtüb və siz görə bilmirsiniz. Nə dəyər qata bilərəm? Nə edə bilərəm? Bu işimdə necə yüksələ bilərəm? Başqa çıxış yolu nədir? Daha çox dünyada nələr var? Nəyi necə yarada bilərəm və s. Bunlar heç hamısını görmək çətinləşir. Hamısını. Və gəlib o nöqtəyə çatırıq ki, biz los vəziyyətdə qalırıq. Biz qazana biləcəyimiz hər şeyi də itiririk. Çünki 30 yaşa çatmaq xüsusilə də aranızda çoxlarınız artıq yaxınlaşır və yaxud da keçib artıq. Mənə bir daha bildirdi ki, mənə olar deməliyəm, bunu bacarmalıyam. Çünki nə qədər ki mənə olmaz deyirəm, vaxt da keçir, yaş da keçir. İnsan istəyir səyahət eləmək, rahat yaşamaq, işini qurmaq, pul qazanmaq, münasibət qurmaq, spirituallığa yönəlmək, yaradanla münasibətini təkmilləşdirmək. Bunların hamısını istəyir insan. Amma o qaça-qaç, təşviş, rədd edilmə duyğusu, ego, bunların heç biri imkan vermir. Bəli, potensial mövzusuna da toxunacağıq bu proqramda. Kölgələrimizi açdıqca onsuz da bu mümkün olacaqdır. Mən onlar proqramına qatıla bilmək üçün Telegramda link paylaşılıb, menecerlərimizə yaza bilərsiniz WhatsAppda. PDF-in sonunda da menecerimizin nömrəsi olacaqdır. Hər birinizə bot vasitəsilə də, Telegram vasitəsilə də linklər göndəriləcəkdir. Onsuz da indi göndərilib artıq. Məncə birazdan yenidən göndəriləcəkdir. Mən baxım indi. Budur, Mənalar proqramına link göndərilib artıq. Eyni mesajı bota da göndərək. Zəhmət olmasa Nərmin xanıma bildirilsin. Eyni mesaj bota da getsin. Biodakı linkdə var Instagramda Mənə Olar proqramı. Dostlar, gəlin. Mənə olar demək. O qədər önəmlidir ki. İnanın mənə komandamız o qədər həvəs hissə dəstək olur ki, lazım olsa sizlə ödənişsiz konsultasiyalar belə keçirirlər ki, siz gələsiz, siz özünüz üçün addım atasınız. Bəziləri